Salam, hər vaxtınız xeyir olsun. Mən tarix və dünya görüşü müəllimi Məmmədli Pərvin. Bugünkü videoda sizə 15 suallıq bir test nümunəsi hazırlamışam ki, bu testlərin hər birisinin geniş şəkildə izahını verəcəm. Birinci sualla başlayaq. Azərbaycan yalnız Xəzər dənizi vasitəsilə həmsərhəddir. Nəzərinizə çatdırım ki, Azərbaycanın qonşu olduğu dövlətlər Gürcüstan, Ermənistan, İran, Türkiyə və Rusiyadır. Eyni zamanda Azərbaycan Xəzər sahili dövlətlərdən biridir və Xəzər vasitəsilə Türkmənistan, Qazaxıstan, Rusiya və İrandan qonşuluğu var. Ancaq sualda diqqət etməli olduğumuz hissələrdən biri yalnız sözüdür. Yəni, yalnız Xəzər dənizi vasitəsilə sərhəddir. Yəni, biz burada Rusiyanı da, İranı da götürə bilmirik. Niyə? Çünki Rusiya və İrandan həm də quru yolla sərhədimiz var. O səbəbdən A və B variantını götürə bilmirik. Baxanda görürük ki, D bəndində də Rusiya variantı var, D-ni də götürə bilmirik. Ancaq C variantı həqiqətən də sualımızın cavabıdır. Çünki Qazaxıstan və Türkmənistan bizim yalnız Xəzər dənizi vasitəsilə sərhəd olduğumuz dövlətlərdir. Biri üzv olduğumuz təşkilat deyil. Azərbaycan müxtəlif təşkilatların üzvüdür. Bəzi təşkilatların üzvü olmasa da onlarla əməkdaşlıq edir. Bu sual isə bizdən üzv olduğumuz təşkilatı soruşmur. Üzv olmadığımız təşkilatı soruşur. Ona görə də bu tipli testlərdə deyil hissəsinə diqqətlə yanaşmalıyıq. Aiddir, aid deyil, doğrudur, doğru deyil tipli testlər sizi bəzən imtahanlarda çaşdıra bilər. Çünki biz burada əgər biri üzv olduğumuz təşkilatdır deyə fikirləşsək, onda A variantını götürərik, digər variantlara heç baxmarıq və bu bizə istər-istəməz yanlış bir cavab kimi gələr. O səbəbdən də həmişə imtahanlarda ilk öncə şərti diqqətlə oxumalıyıq və bütün variantları tək-tək nəzərdən keçirməliyik. A variantına baxanda görürük ki, BMT, bəli, BMT-nin 1992-ci ildən bəri, martından bəri üzvüyük. B variantı MDB, yəni Müstəqil Dövlətlər Birliyi 1993-cü ildən bəri üzvüyük. C bəndi İƏT, İslam Əməkdaşlıq Təşkilatı, bəli, bizim ilk üzv olduğumuz təşkilatdır, hətta 1991-ci ildən bəri onun da üzvüyük. D variantında isə Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Ticarət Təşkilatının Azərbaycan üzvü deyil, əməkdaşlıq edir sadəcə. Ona görə də burada doğru cavab D variantıdır. Üçüncü sual. İlk dəfə Azərbaycan milləti ifadəsi işlədilmişdir. Variantlara baxanda görürük ki, burada elə mətbuat orqanlarının adı yazılıb ki, hansı ki bunlar bizim tariximizdə çox əhəmiyyətə malik olan qəzetlər, jurnallardır, yəni mətbuat orqanlarıdır. Məsələn, Əkinçi qəzeti bizdə milli mətbuatın əsasını qoymuşdur. Molla Nəsrəddin jurnalı ilk satirik jurnaldır. Özündən sonra ədəbi məktəb yarada bilmişdir. Ancaq bizim testimizin doğru cavabı Kəşkül qəzetidir. Belə ki, millət anlayışını ilk dəfə Mirzə Fətəli Axundzadə işlətmişdir. Azərbaycan milləti ifadəsi isə ilk dəfə 1891-ci ildə məhz Kəşkül qəzetində işlədilmişdir. Ona görə testimizin doğru cavabı C variantı olacaq. Dördüncü sual coğrafiyaya aiddir. Həm Rusiya, həm də Gürcüstan ilə sərhəddə yerləşən iqtisadi coğrafi rayonumuzu müəyyənləşdirin, yəni onu soruşur bizdən. Nəzərinizə çatdırım ki, hal-hazırda ölkəmizdə 14 iqtisadi coğrafi rayon var. Onlardan bəzisi 2 ölkə ilə, bəzisi 1 ölkə ilə, Naxçıvan 3 ölkə ilə və belə bəzi iqtisadi rayonlarımız var ki, heç bir ölkə ilə sərhəddə yerləşmirlər. Bu testdə isə bizdən həm Rusiya, həm Gürcüstanla sərhəddə yerləşən iqtisadi coğrafi rayonu soruşur. Bəzən tələbə məsələn A variantına baxanda deyir ki, aha, Quba Xaçmazın Rusiya ilə qonşuluğu var, demək mən bunu götürə bilərəm. Ancaq nəzərə alın ki, Rusiya məsələsi sizdə yalnız testin bir hissəsini ödəyir. Siz elə bir variant tapmalısınız ki, təkcə Rusiya ilə yox, həm də Gürcüstanla sərhəddə yerləşsin. Ona görə A bəndini götürə bilmirik. B bəndi Şəki-Zaqatala, bəli. Baxanda görürük ki, Şəki-Zaqatalanın 3 inzibati rayonu, yəni Qax, Zaqatala və Balakən həm Rusiya, həm də Gürcüstanla sərhəddə yerləşir. Ona görə B variantıdır. Amma digər variantlara da baxaq. Gəncə, Daşkəsən, Qazax, Tovuz. Bu İqtisadi coğrafi rayonların Gürcüstanla sərhəddi var, amma Rusiya ilə sərhəddi yoxdur. Ona görə də bunları da götürə bilmirik. 5-ci sual. Azərbaycanın ən ucqar şimal nöqtəsi. Variantlara baxanda görürük ki, Astara çay, Qutondağ, Candargöl, Neft daşları. Bunların hər biri
bizim ən ucqar nöqtələrimizdir. Amma bizdən konkret olaraq şimal nöqtəsini soruşduğuna görə biz Astara çayı götürə bilmirik, çünki Astara çayı bizim ən ucqar cənub nöqtəmizdir. Candar gölü götürə bilmirik, Candar göl bizim ən ucqar qərb nöqtəmizdir. Candar göl Gürcüstanla sərhəddə yerləşir. Neft daşlarını götürə bilmirik, ən ucqar şərq nöqtəmizdir. O səbəbdən də testimizin doğru cavabı Qutondağdır. Zəfər zirvəsi yerləşir. Nəzərinizə çatdırım ki, Azərbaycanın ən hündür zirvəsi, ən uca zirvəsi Bazar düzüdür. 4466 metrdir. Zəfər zirvəsi hündürlüyünə görə Bazar düzüdən sonra ikinci yerdə gəlir. 4301 metrdir. 44 günlük müharibədəki zəfərimiz münasibəti ilə Qusar ərazisində yerləşən adsız yüksəkliyə Zəfər zirvəsi adı verildi. Ona görə testimizin doğru cavabı D variantı, Qusar variantı. 7-ci sualımız. Şuşanın açarı, Qarabağın qapısı azad edildi. Biz burada diqqətli olmalıyıq. Bizə demir Şuşa nə vaxt azad edildi, Füzuli nə vaxt azad edildi. Bizə dolayısıyla bir ərazinin adını soruşur, hansı ki o ərazini biz özümüz bilməliyik və onun nə vaxt azad edildiyini soruşur. Nəzərinizə çatdırım. Şuşanın açarı, Qarabağın qapısı dedikdə Hadrut nəzərdə tutulur. Hadrut azad edilib 9 oktyabr. Testimizin doğru cavabı B variantıdır. A variantı 3 oktyabr Su qovşanın, C variantı 20 oktyabr Zəngilanın, D variantı 22 oktyabr isə Zəngilanın Ağbənd qəsəbəsinin düşmən işğalından azad edildiyi gün hesab olunur. Ona görə 7-ci sualımızın doğru cavabı B variantıdır. 8. Biri AXC hökumətinin fəaliyyət göstərdiyi şəhər deyil. AXC hökuməti 3 şəhərdə fəaliyyət göstərib. Tiflisdə yaranıb 1918-ci ilin mayın 28-də, sonra iyun ayında köçüb Gəncəyə, daha sonra isə sentyabr ayının 15-də Bakı azad olunaraq Bakıya köçüb. Yəni AXC hökuməti Təbrizdə heç vaxt fəaliyyət göstərməmişdir. Testimizin doğru cavabı Təbrizdir. Biri doğrudur. 28 may Respublika günü, 12 noyabr Milli Dirçəliş günü, 20 sentyabr Müstəqillik günü, 22 iyul Milli Mətbuat günü. Biz bu testə baxarkən görürük ki, 28 may Müstəqillik günüdür. Əvvəl 2021-ci ilə qədər 28 may Respublika günü, 18 oktyabr Müstəqillik günü idi. Ancaq 2021-ci il oktyabrda dəyişildi. 28 may Müstəqillik günü, 18 oktyabr Müstəqilliyin bərpası günü oldu. O səbəbdən də A variantı yanlışdır. B variantına baxanda görürük ki, yazıb 12 noyabr Milli Dirçəliş günü. 12 noyabr bizdə Konstitusiya günüdür. Çünki bizim konstitusiyamız məhz 1995-ci il 12 noyabrda qəbul olunub. Milli Dirçəliş günü o noyabrda olsa da 17 noyabrdadır. Ona görə B variantı da testimizin cavabı deyil. C variantı 20 sentyabr Müstəqillik deyil, suverenlik günüdür. Çünki 2023-cü ilin 19-20 sentyabrında antiterror əməliyyatı həyata keçirildi. O səbəbdən 20 sentyabr suverenlik günüdür. D variantı isə doğrudur. Bəli, 1875-ci il 22 iyul tarixində Əkinçi qəzetinin nəşrə başlaması ilə bizdə milli mətbuatımızın əsası qoyulduğuna görə 22 iyul Milli Mətbuat Günü hesab olunur və hər il bu formada qeyd olunur. Biri fərqlidir. Biz testlərdə tez-tez bu formada suallarla rastlaşırıq. Başqa heç bir şərt yoxdur. Məsələn, sizə demir rəssamı göstərin, bəstəkarı göstərin və yaxud da ki, nə bilim, Sovet İttifaqı qəhrəmanını göstərin. Sadəcə sizə deyir ki, biri fərqlidir. Biz variantlara baxanda görürük ki, Arif Məlikov bəstəkardır. Tofiq Quliyev də bəstəkardır. Firəngiz Əlizadə də bəstəkardır. Demək, bizdən bunlardan biri fərqlidir deyirsə, bəstəkar olmayanı seçməliyik. C variantına baxanda görürük ki, Ziba Qəniyeva ilk snayperçi qadındır. 2-ci Dünya müharibəsində iştirak edib. O səbəbdən də, yəni Azərbaycanlı snayperçi qadın, o səbəbdən də bizim testimizin doğru cavabı C variantıdır. Bunu fərqli formalarda da görə bilərsiniz. Ola bilsin 3 nəfər rəssam yazsınlar, biri bəstəkar olsun və yaxud da ki, tərsinə, yəni 3 nəfər heykəltaraş yazsınlar, biri rejissor olsun. Siz artıq orada şəxslərə uyğun olaraq baxmalısınız ki, fərqli olan variant hansıdır. Şərqdə ilk balet tez-tez fərqli imtahanlarda rastlaşdığımız sual nümunəsidir. Leyli və Məcnun əsasən burada tələbələri daha çox çaşdırır. Leyli və Məcnun ilk operadır. 1908-ci ildə Üzeyir Hacıbəyli tərəfindən, ona görə də bizim testimizin doğru cavabı A bəndi deyil.
Tərlan baleti var, Əfrasiyyət Bədəlbəylinindir, ancaq o ilk balet deyil. İlk baletimiz 1940-cı ildə Əfrasiyyət Bədəlbəylinin Qız qalası baletidir. Testimizin doğru cavabı C variantıdır. Sevil operadır. Cəfər Cabbarlının Sevil əsəri əsasında Fikrət Əmirov tərəfindən bəstələnmişdir. D bəndi də doğru cavab deyil. 12-ci sual. Laçın şəhəri günü. Nəzərinizə çatdırım ki, şəhər günləri şəhərlərin düşmən işğalından azad edildiyi tarixlərdir. Cənab Prezident tərəfindən 2023-cü il 31 iyul tarixində təsis edilmişdir bu günlər. Məsələn, Şuşa şəhəri günü 8 noyabrdır. Niyə? Çünki Şuşa 8 noyabr işğaldan azad edilib. Cəbrayıl şəhər günü 4 oktyabrdır. Niyə? Çünki Cəbrayıl 2020-ci ilin 4 oktyabrında işğaldan azad edilib. Laçın şəhər günü adətən tələbələri çox çaşdırır suallarda. Çünki Laçın bəyanata əsasən 1 dekabrda Azərbaycana qaytarılmalı idi. Ancaq 1 dekabrda Laçının şəhər hissəsi bizə qaytarılmadı. Çünki orada dəhliz məsələsi var idi. O səbəbdən də 2022-ci il avqust ayında Azərbaycan dəhlizi alternativ yol çəkdi. Avqust ayının 26-sında Laçının şəhər hissəsinə, Sus və Zabuq kəndlərinə, hansı ki dəhliz oradan keçirdi. Ora bizim bayrağımız sancıldı və 2023-cü ilin avqustun 26-sında məhz Laçın şəhər günü avqustun 26-sı olaraq elan edildi. O səbəbdən yadda saxlayın. Bəyanatda 1 dekabr göstərilsə də Laçın şəhər günü 26 avqustdur. Ruslar tərəfindən işğal edilən ilk xanlıq bu 19-cu əsr Azərbaycan tarixinə aiddir. Bilirsiniz ki, Azərbaycan xanlıqları əksəriyyəti ruslar tərəfindən işğal edilib. Digər A, B, C variantını da ruslar işğal ediblər. Bakını da, Gəncəni də, İrəvanı da. Ancaq ki, Bakı xanlığı 1806-cı ildə işğal olunub. Gəncə bizim doğru cavabımızdır. Çünki Gəncə 1804-cü ildə ruslar tərəfindən işğal edilən ilk xanlıqdır. İrəvan xanlığını da ruslar işğal ediblər, ancaq 1827-ci ildə. Burada sizi biraz Carbalakan çaşdıra bilər. Deyə bilərsiniz ki, Carbalakan Gəncədən də əvvəl işğal olunub. Amma ilk xanlıq dediyinə görə Carbalakanı götürə bilmirik. Çünki Carbalakan xanlıq deyil, camatlıq olub. O səbəbdən də bizim testimizin doğru cavabı B variantıdır. Yəni Gəncə xanlığı. Hətta bilirsiniz ki, Gəncə xanı Cavad xan ruslarla döyüşdə öldürülüb. İcbari 10 illik təhsilə keçildi. Demək, Sovet hökuməti dövründə 1959-cu ildə icbari 8 illik, 1966-cı ildə isə icbari 10 illik təhsilə keçildi. Testimizin doğru cavabı B variantıdır. 15-ci və sonuncu sualı da izah edim. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə aid deyil. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika olub. 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprel ayının 28-nə qədər fəaliyyət göstərən Xalq Cümhuriyyətində deməli, qanunverici orqanı olan parlament yaradılıb sonradan. AXC parlamenti tək palatalı olub, bəli. Çox partiyalı olub, bəli. Əhrar, İttihad, bitərəflər, sosialistlər, bu tipli partiyalar parlamentdə təmsil olunub. 1918-ci il 20 noyabrda parlamentin yaradılması haqqında qanun qəbul olunub və 1918-ci il 7 dekabrda parlament açılmışdır. Bu da doğrudur. Ancaq parlamentin ilk sədri Məmmədəmin Rəsulzadə deyil, Əlimərdən bəy Topçubaşov olmuşdur. Rəsulzadə Milli Şuranın sədri olub. Ona görə də bizdə aid deyili istədiyinə görə testimizin doğru cavabı C variantı olur. Hər birinizə təşəkkür edirəm dinlədiyiniz üçün. İnşallah növbəti videolarda görüşənədək.